Balkon təmizliyinə nəhayət başlayıram. Sizə göstərim balkonum nə gündədir. Baxın, bunu hamamdan çıxardıq. Təzəcə yoldaşım bunları bura atıb. Bir də köhnə çaydan var idi, onu atmışam. Bu hissələr bankalardır çoxlu. Elisabet və işlər nə gəldi, yəni var. İndi bir-bir buranı yığışdıracağım. Baxarsınız. Birinci başlayıram hamamdan çıxartdığımız bu lazımsız veşləri yığışdırmağa. Təzəlikcə hamamda aksesuarlar dəyişmişdik. Onları da bura atmışdıq ki, nəsə içində lazım olan şey olur da istifadə üçün. O da lazım olmadı təbii ki. Mən bunları bir-bir seçib baxıram, yığıram ki, hamısını atım getsin. Buranı yığışdırdıqca baxıram ki, burada nələr yoxdur. Doğrudan da bu nədir? Bankaları yığmışam bura. Baxıram ki, ən çox da bankalar. Bunların hamısı məndə illərlə var, yəni. Balkonu zant eləyiblər. Nə istifadə edirəm, nə edirəm, heç bir şey də yoxdur. Deyim ki, çoxlu şorabalar bağlayıram, varenyaları bişirirəm, yəni istifadə edirəm. Yox, elə bir şey yoxdur. Yəni eləsəm belə, biz evdə 4 nəfərlik bir böyük ailə deyilik ki, deyəm ki, 20 dənə şoraba bağlayacağam, məsəl üçün ya 30 dənə şoraba bağlayacağam, ya 20-30 dənə varenya eləyəcəm. Bunların heç birində eləmirəm və qalır burada, yer tutur. Onlar mənim üzümə baxırlar, mən də onların üzünə baxıram. Deyirəm ki, bu bankaları yığıb saxlamaq bizə millət olaraq bir adət olubdur. Bu bizə keçmişdənmi deyim, necəsə beynimizə şuuraltı yerləşdiriblər ki, bu bankaları yığmaq lazımdır, atmayın, lazım olacaq. Elə qəşəngdə yuyuruq, təmizləyirik, saxlayırıq. Mən bilirəm ki, bunu biz millət olaraq edirik. Bir çox adamın evində, deyim ki, 98% bütün evlərdə bu hadisə yaşanır. Bacım mənə deyir ki, mən də belə idim. Rusiyada yaşayanda şorabaların bankalarına atmırdım, yuyurdum, saxlayırdım. Bir gün yoldaşı hansı şkafa açıb bankalar çıxıb, divanın altında açıb, oradan da çıxıb. Deyib, bunları niyə yığırsan deyib, lazım olar deyə atmadım. O da hamısını yığıb, aparıb, atıb zibil qabına. Demək istədiyim odur ki, bu bankaları yığmaq nə adətdir, biz də bilmirəm. Bu keçmişdən gəlib, şuuraltı elə bir beynimizdə kodlayıblar. Nəsə bir qab görəndə atmırıq, lazım olacaq deyə. Və mən də elə. Açığı burada 3 kiloluq balonlar var, bankalar var deyim. Onlar bəziləri mamamındır deyə mən ona görə atmadım. Onları yığdım, saxladım. Təbii ki, bir də kompot üçün saxladım ki, biraz kompot bağlayaram, biraz da bacım üçün saxladım ki, bacıma göndərərəm və yerdə qalanın hamısını götürdüm, atdım çölə. Özüm üçün saxladıqlarımı hələ dəqiq bilmirəm. Yayda qərar verəcəm, onlar mənə lazım olacaq ya yox. Çünki şoraba artıq bağlamıram, əvvəllər bağlayırdım. İndi daha son illərdə bağlamıram. Bu il vəbşə bağlamadım. Çünki istəyirəm ki, ziyandır, duzludur, ziyandır, adamın böyrəkləri ağrıyır. Ona görə təbii ancaq göyərtilər yeyirik belə. Özümə söz verdim ki, balkon təmizliyini bir də mən belə səhv eləmərəm. Əlimə keçən bankaları saxlamaram. İstifadə eləmədim. Ümumiyyətlə atmaq lazımdır. Vəbşə ümumiyyətlə nə saxlayıb yeyəcəm? Şüşədir də. Əvvəlki dövrdə deyilində hər şeyə pulla, qəpiyə, quruşa da olsa almaq olur. Ümumiyyətlə düşünürəm ki, köhnə əşyalara, geyimlərə, bağlılıqları yığışdırmaq lazımdır. Belə bir söhbət etmişdim bir vloqumda. Beləliklə mən balkonumu təmizlədim. Baxın görün nə yaxşı oldu. Artıq bu balkondan istifadə edə biləcəyik. Yığmışam hamama, baxıram nə qədər bankalar var. Sala bu nəyə lazımdır axı? Mən bir də belə səhvlər etməyəcəm. Səhərdir, həmişəki kimi başlayıram hazırlaşmağa, işə gedirəm. Gecə də gecə yatmışam. Rahim uşaq normal gecə yatıbdı öz istəyinə. Oy, saat 2-də. Görürəm ki, narahatdır da. O uyandı, gəldi yanıma. Sonra görürəm ki, ancaq eşələnibdi yerində. Əl vurdum ki, oddur da, uşaq od kimidir. İstilikdən yanır. Nura fen verdik. O qədər yuxuya insan tam gedən vaxtında o qədər ayıldım, oyandım, yatdım, oyandım, yatdım Rahim üçün. Dərman verəm vaxtından sonra ürəyim zaten bitər oldum, özümü çox pis hiss elədim. Çünki hər gün səhər adam durur axı yuxudan. Az qalır ürəyim geçsin. Özümü çox pis hiss elədim. Allah, işləmək çətindir doğrudan. Çətin deyil, öyrəşmişəm əslində. Mən 20 yaşımdan işləyirəm və düzənli bir qrafikim də yoxdur. Deyim ki, var, yox. Biz televiziya işçilərində
qrafiki yoxdur, nə bayramı yoxdur, dövlət işi kimi deyil də bizdə. Bizdə işləməlisən, başqa variant yoxdur. Ona görə bu həyat əslində öyrəşmişəm, ancaq insan yuxu yatmalıdır da, yoxsa beyin də yorulur, özüm hiss edirsən. Əvvəl belə deyildim, həm yoruluram evdə uşaqlarla məşğul olmaq, sonra iş, güc, ora qaç, bura qaç. Özüm də evdə bir dəqiqə oturan adam deyiləm. Deyim ki, oturum divanda bütün gün istirahət edeyim, televizora baxım ya nəsə. Elə bir doğrudan da mən elə bir an yaşamıram. Niyedir görəsən? İnsanın özündən asılıdır. Mən demirəm, kuxnada işim bitsə də özümə iş çıxardıram. Adam da yorulur. Ay Allah, dəhşət yuxum gəlir. Hələ bugün saat 4-də də Nilay aparacağım. Hazır məşqləri var, hazırlıq dənə məşqləri var. 4-cü sinifin buraxılışına hazırlaşırlar. Onu ora aparmalıyam. Məndə olanda hər şey süsü olur. Heç olmasa bugün evdə olsaydım, gün orada 1 saat da olsa yatardım. Bugün bacım da gəlməlidir. Bacım gəlsin ki, kosmetikalar alacağım özümə. Ondan bir yerdə alacağım. Görək nələr seçirik. Maraqlı vlog çəkmək istəyirəm. Ona görə bacımı gözləyirəm. Əslində saçımı istəyirdim düzəltmək. Dedim, çəkincə qoy, makiyajda çəkim. Mən tez-tez edirəm, düz yumuşaq, bu sərt deyil də yumuşaq. Bunu Temu'dan zakaz vermişəm ya. Amma superdir də yəni. Buradakı o dəxlisiz şotkalar, ucuz şotkalar kimi deyil. Çox qəşəngdir. Temu'nu xoşladım. Əvvəl xoşum gəlmir də. Belə şeylər zakaz verəndə görüm də oradan da yaxşı gəlir. Bizim ucuzlar kimi deyil də. Bizdə olan ucuzlar dəhşət. Yanaqlarımızı da qızardaq. Arada yazın gəl ki, gecikəcəm. Uşağı mən aparıram deyə. Deyim ki, maşınım yoxdur. Ona görə də bütün bu əzablar. Avtobusdan gedirik. İşte yaxın məsafələrdir. Ancaq şuraya yorulmuşam maşınsızlıqdan. Özüm üçün maşın istəyirəm. Arada əsəbləşirəm. Deyirəm ki, 20 yaşımdan işləyirəm də. Şu 32 yaşım var. Mənim maşınım yoxdur, niyə? Niyə mən bu vaxta kimi özümə maşın almamışım? Evdə oturub belə pis çıxmasını, yəni onun üçün demirəm. Yəni işləyən üçün daha çox ehtiyac var da, yəni uşağı da var. Uşaq üçün də qaçırsan ora bura. Rahim oyanıqdır deyə rahat danışıram. Buraya vurum. Rahim narahatdır. Uşağın rəngi bomboz bozarıb. Maraqlıdır. Burnu da axmır. Öskürmür. Durduq yerdə niyə qızdırma qalxır? Qızartmaq yox, bura kölgə verək. Teni də Temu'dan zakaz vermişəm. Ayaladım. Yenə zakaz verəcəm. Evdə oturan xanımlar elə bilir ki, işləmək asandır da. Elə deyilə biz də işləyək. Çox adam. Amma işləyəndən sonra deyir ki, Allah evdə oturmaq ev deyil. Düz mən işləməyə pis baxmıram da yəni. Yüngül iş ola da. Bütün günün işdə keçmiyor. Qaşımın içində boşluqlar olur. Boşluq deməyək, tüküm şeydir, sarışınam deyə. Ona görə biraz
boz görsənir də, yoxsa qaşım. Buranı əsdirirəm. Vaxt eləyim, yayı görüm qaşımı neyinirəm. Bildiğin yıkıyor, mən oyadır. Vay, niyə çəkmirəm? Gölgə verirəm, yüngül. Hə, canım, nə durayım? Nədir pişiyim? Bu sənə Quba. Mama dayan, hazırlarsın bala. Ay can. Hansı maşın? Gözdə pişiyim. Gözdə. Gözdə mı geçir? Arada heyecan geldi. Ben de dedim, valla geciktim. Yaz heyif değil deyirəm. Yazda adam yuxudan oyanır. Oyananda, yani oyanabilir də, mən eləyəm. Düzdür, yuxu gəlir, şirin yuxu gəlir. Amma səhər yuxudan durmaq olur da. Amma qışda adam istəyir ki, yata. İstəyir yorğanın altından çıxmaq istəmir. Maşını axtarır. Maşını tapırsan? İstəyirəm bir dənə də keçəm üstündən. Makyajlarımda fikir vermişəm ki, şey çəkməmişəm, nədir? Dodağıma karandaş çəkməyə mən çəkməmişəm. Gözüm qırın, altım qırışır. Allah, niyə cırdı dodağı? Amma əslində normalda belə çəkmirəm. Nərəni çəkirəm. Belə çərçivədən kənara çıxmıram. Nədir? Odur. Allah, nə çıxamışam, heç çıxmamışam. Çıxmışam. Karandaş yöntalım haradadır? Allah Allah. Pomada kimi istifadə edirəm. Nədir bu? Mistahid 780. Yumuşaltıcı vurmamışam. Üstten vuram. Çata qarşı. Qaşımın laminasiyasının vaxtı keçir. İstəyirəm. Saçımı düzəldəcəm. Deməli, hava fenim xarab olub. Ona görə ütü fen kimi istifadə edirəm. Keçdim bu tərəfə, maksimum tez eləyirəm. Sizə çıxmalıyam rjaba. 9-un yarısı çıxandan arvan gedirəm. Bu mümkün deyil. Allah'a. Tutmur. Qalın eləyəndə tutmur. İndi 2 dəfə eləyəm gərək. Tez ol, tez ol. Ələm məşqi var.
Bax, tamam olana kimi marojna yedik. Necəsin Rəqəm? İmbulka. Burada. Çok yaxşı. Hazırsan? Hı? Hazırsan? Biz Ne diyeceksin orada? öz sözlerimi Obrazın nədir? Sikanka. İlk rol seçib siqam. Parkda Nilay'ı gözləyirəm burada. Filarmoniya bağındayam. 15 dəqiqə bitəcək. Dedilər 1 saatlıqdır məşq. 15 dəqiqə qaldı. Bayaqdan oxuyub gözləyirəm. Yaxşı oldu, biraz beynim dincəldi. Danışmadan, 5 dəqiqə danışmadan oturdum belə. Ona buna baxdım. Harada lazım imiş. İndi gedəcəm. Yavaş östürüm gedim. Götürüm Nilay gedim evə. Turada çatdırsa Rahimi götürür. Günümüz də belə. Bu vloqum belə qısa oldu. Yəqin ki yorulmadınız. Növbəti vloqlarda görüşərik.